Cəlilabad rayonunun Astanlı, Abdulla, Cəfərli və Zopun kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Uzun illər bərbad vəziyyətdə olan və istifadəyə yararsız hala düşən bu yol kənd sakinlərinin əsas problemlərindən biri idi. Hazırda yolun 6 kilometrlik hissəsinə 5 metr enində asfalt örtüyü döşənir. Yolun alt qatı 8 sm qalınlığında xüsusi qırmadağ qarışığı ilə möhkəmləndirilib. Eyni zamanda yol üzərində yerləşən bir körpü də əsaslı şəkildə təmir olunub. Yollarımız çox bərbad vəziyyətdə idi, yollarımız baxımsız vəziyyətdə idi. Uşaqları məktəbə apara bilmirdi, yayda tozdan, qışda palçıqdan mümkün deyil idi ki, hərəkət eləmək. Zopun kənd sakini olaraq özümün 38 yaşım var. Hələ 38 yaşda mən belə bir şey görməmişdim. Yəni hələ bundan neçə il öncə bu yerlərdə asfalt olmayıb. Amma bugün görürsünüz ki, 6 kilometr asfaltın vurulmağı Zopun kəndi üçün həm toy bayramdır. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq müəllimə öz təşəkkürümü bildirirəm ki, bu yolun çəkilməsində bizə böyük dəstək oldu. Kənd sakinlərinin sözlərinə görə bu yol illərlə baxımsız qalıb və fəsillərdən asılı olmayaraq hərəkəti çətinləşdirib. Ən çox isə təcili tibbi yardımların gecikməsi insanları narahat edirdi. Əsas sevindirici məqam isə odur ki, bu dəfə kənd yolunun yenidən qurulmasına təşəbbüs bir kənd sakinindən Zopun kəndində doğulub boya başa çatmış, hazırda xaricdə yaşayan vətənpərvər bir şəxsdən gəlib. O, şəxsi vəsaiti hesabına bu çətin və məsuliyyətli işə start verib. Layihəyə Cəlilabad rayon İcra Hakimiyyəti də dəstək verərək texniki və təşkilatı köməkliyini göstərib. Bundan qabaqki günlərdə vəziyyətimiz belə idi ki, bir saata gedib mənzil başına çatırdıq. Yollarımız çox bərbad gündə idi. Kim gəlib getmək istəmirdi bu kəndə. İndi şükür Allaha bu cür biz üçün bu neməti bəxş eləyə bilər. Allah hamısının canını salamat eləsin. Mən nə qədər bu yol haqqında danışsam da yenə də azdır. Bir daha mən təşəkkür edirəm. Bu yolda əməyi keçən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Başda da yenə deyirəm, səbəbkarın Allah canı salamat eləsin. Artıq işlərin böyük hissəsi yekunlaşıb və yolun tam istifadəyə verilməsi yaxın günlərdə gözlənilir. Bu isə həmin kəndlərdə yaşayan yüzlərlə ailənin gündəlik həyatına birbaşa təsir edəcək, kəndlər arası əlaqələri və sosial rifahı daha da yaxşılaşdıracaq. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.